Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir bütün təmirə gətiriblər. Bütüyə çox gəlmir. İndi ortağı nəticəni bir yerdə izləyəcəyik. Demək, açırıq. Açmağa davam edirik. Migrik yerində işləyir. Bu hissədə problem yoxdur. Hissələri təmizlədik. Termostat işləmir. Qoruyucu bir buradadır. Bu da termostatdır, ayrandır. Bir qoruyucu da buradadır. Demək, burada termostat, digər termostat və qoruyucu. Üçü də yanıb. Bu hissələri daha da təmizlədik. Yanan hissələri çıxartmışıq, yenilərini də gətirmişik. Statı dəyişdik, qoruyucunu dəyişirik. Heç bir halda payka vurmaq olmaz. Mənim yerimə kim olsa promo eləyər. Biraz çətindir yığmaq. Üstəni də yığaq. Demək, pastasını vurduq. Detal dəyişəcək. Daçkıda dəyişdik. Termostat, qoruyucu. Demək, eyni nominalda qoyduq. 135 nominalında qoyduq. Demək, 10 amperli idi. Bu hissədə çürümə vardır izində. Bunu da bərpa elədik. Demək, bu lampanı dəyişdik. Özünkü yanmışdı. Zaklovka ilə eləmişik. Heç bir halda payka əllə bağlamaq olmaz. Bu hissəni də qoyuruq. Bu hissəni də yerinə bərpa elədik. Bu hissələri bağladıq. Demək, dəyişilən hissə bunlardır. Lampası, termostatı, bu da termostatdır. Belə qoruyucu, çürüyən rezin. Bu qədər. Demək, bu da nəticə işləyir. Qızır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə tam yoxlaya bilməyəcəm. Ona görə ki, germetika vurulub.